Müsahibim Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir. Studiyamıza xoş gəlibsiniz. Çox sağ olun. Bugünkü mövzumuz Ukrayna hadisələri ilə bağlıdır. Ukrayna hadisələrinin Azərbaycana təsirləri nə ola bilər? Xüsusilə regiona nə təsirləri ola bilər? Çünki SSR Ukraynanın SSR-in tərkibindən çıxmasıyla dağılmağa başladı. Özünüz də dediyiniz kimi Ukraynanın keçmiş Sovet məkanına o qədər önəmlidir ki, təsiri o zaman SSR-nin də taleyini Ukrayna həll eləmişdi. İndi də keçmiş Sovet məkanında yeni bir Avrasiya birliyinin yaranıb yaranmayacağını Ukrayna həll elədi artıq. O mənada əlbəttə ki, Ukraynada baş verən inqilab təkcə Ukraynanın strateji seçimini müəyyənləşdirmədi, regiona çox böyük təsir göstərdi. O cümlədən Azərbaycan xalqına çox pozitiv təsir göstərdi. Bilirsiniz, yaxın şərq ölkələrində inqilablar bir-birini əvəz etdikcə Azərbaycan hökumətinin sözçüləri hər dəfə deyirdilər ki, bizə aidiyyəti yoxdur bu baş verənlərin ərəb dünyasında, biz MDB məkanıyıq. İndi həmin o MDB məkanının əsas flaqman ölkəsi belə bir ciddi bir inqilab yaşadı. Ona görə də indi də baş verənlərin bizə aidiyyəti yoxdur demək diletantlıqdır. Əlbəttə ki, baş verənlərdən Azərbaycan xalqı ciddi nəticələr çıxardır. Əvvəla, növbəti dəfə təsdiq olundu ki, məğlub edilməz diktator, avtoritar dövlət başçısı yoxdur. Xalqlar nə zaman ciddi şəkildə mübarizə qərarı verirlərsə, onların qarşısındakı qüvvə nə qədər qəddar, nə qədər pulu çox olur olsun, məğlub ediləndir. İstər Hüsnü Mübarəkdən indi Yanukoviçə qədər. Berkut kifayət qədər döyüş qabiliyyətli bir xüsusi təyinatlı dəstə idi. Və Yanukoviç də həmin dəstələrə atəş açmağa qədər səlahiyyət vermişdi. Odlu silahla xalqın üstünə gəlirdilər. Yəni bundan aynası yox idi. Amma yenə məğlub oldular. Çünki qarşılarında dirəniş göstərən xalq qətiyyətli idi, qərarlı idi. Artıq qərarını vermişdi ki, Yanukoviçlə davam etməyəcəklər. Və buradan ikinci nəticə çıxır ortalığa ki, xalq hərəkatları zamanı hərəkatın taleyini həm də o müəyyənləşdirir ki, bu hərəkata qoşulan insanlar, xüsusən bu hərəkata liderlik edən insanlar nə qədər qərarlıdırlar, nə qədər qətiyyətlidirlər. Prosesi yalnız hansısa bir imitasiya üçün aparırlar, yoxsa doğrudan da nəticə əldə etməkdən ötürü qərarlıdırlar. Və növbəti dəfə sübut olundu ki, əgər xalq hərəkatı qərarlıdırsa və ona qərarlı liderlər rəhbərlik edirlərsə, meydana çıxmış xalq doğrudan da qalib gələ bilir. Eyni zamanda Ukrayna hadisələri onu da göstərdi ki, bizim xüsusən Avropa Birliyi ilə Rusiya arasında qalmış bu regionda ciddi bir geopolitik seçim hal-hazırda tərəddüdləri yaşanır. Yəni bu şərq tərəfdaşlığına üzv olan, Avropa Birliyi ilə şərq tərəfdaşlığına üzv olan dövlətlərin içərisində gələcək perspektivi Avropa ilə inteqrasiya olunmaq, yoxsa Rusiya ilə inteqrasiya olunmaq kimi bir seçim yaşanır. Bu illərdə hər bir xalq bu sualın cavabını verir. Rusiya regiona yaxınlığından, bəzi hallarda fiziki və iqtisadi təsir imkanlarından istifadə edir və adamlara bəzən elə görünür ki, Rusiyanın regionda nüfuzu və mövqeyi daha böyükdür. Amma Ukrayna hadisələri bir daha göstərdi ki, Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının birlikdə o qədər böyük siyasi gücü, iqtisadi gücü, diplomatik gücü, informasiya gücü var ki, onun qarşılığında Rusiya öz ssenarilərini, öz planlarını həyata keçirmək iqtidarında deyil. Və ona görə də bu da Azərbaycan xalqı üçün, digər seçim eləyəcək xalqlar üçün bir mesajdır ki, mütərəqqi olanın, inkişafda olanın, daha xalqa yaxın olan sistemin yanında olmaq, onun bir parçası kimi inteqrasiya olunmaq lazımdır. Bu baxımdan baş verənlər olduqca önəmlidir və eyni zamanda əlbəttə ki, müxalifət üçün də önəmli dərslər var buradan. Bilirsiniz, Ukraynada yadınıza salım ki, əvvəlcə xalq çıxmışdı meydanlara. Müxalifət partiyaları elan eləməmişdi mitinqə. Mən sualı verəcəydim doğrusu. Deməli, əvvəlcə xalq özü çıxdı meydanlara və sonra Kliçko və digər liderlər gəlib qoşuldular. Amma sonra nə oldu? Mübarizə uzandıqca təşkilatlanmış qüvvənin rolu artdı. Çünki mübarizə uzandıqca, aylarla çəkdikcə, əlavə insan və sair resurslar tələb olunduqca təşkilatlanmış qüvvəyə ehtiyac yarandı. Və buradan da Azərbaycan üçün də çox aktual nəticələr çıxır. Biri ondan ibarətdir ki, bəli, bugün 10 il, 15 il, 20 il və s. illər bundan qabaq olduğundan fərqli olaraq vətəndaş cəmiyyətinin
sosial şəbəkələrin, internetin, gəncliyin siyasi proseslərdə rolu ölçüyə gəlməz dərəcədə artıqdır. Bu ciddi bir faktordur. Amma heç kimdə illüziya yaranmamalıdır ki, bu həmin yeni medianın yaratdığı şəbəkələşmə ənənəvi siyasi partiyalara ehtiyacı artıq aradan qaldırıb. Xeyr, Ukrayna təcrübəsi həm də onu göstərdi ki, həmin bu yeni təşkilatlanma mexanizmləri öz yerində, amma siyasi partiyalar mütləq təşkilatlanmalıdırlar, böyük güc olmalıdırlar və həlledici məqamlarda, ölkənin taleyi ilə bağlı məqamlarda onlar məhz sabitləşdirici güc olaraq, idarə edici güc olaraq ortaya çıxmalıdırlar. Amma burada gəlin etiraf edək ki, Azərbaycan müxalifəti ilə Ukrayna müxalifəti arasında, Azərbaycan xalqının mübarizə seçimi ilə Ukrayna xalqının mübarizə seçimi arasında da köklü fərqlər var. Bunları necə xarakterizə edərdiniz? Azərbaycan xalqı da Ukrayna xalqı kimi mübarizədə önə çıxa bilərmi? Yəni bir məsələdə sübut olundu ki, Ukrayna xalqı göstərdi ki, yəni ona qarşı güc işlədənə güc də işlətmək lazımdır. Bunu da yəni nümayişkarane şəkildə bütün dünyaya göstərdi. Bax bu fonda Azərbaycan-Ukrayna yəni hadisələrinin, ümumi siyasi sisteminin inkişafında fərqli və oxşar cəhətlər nədir? Bilirsiniz, əvvəla xatırladım ki, demək Azərbaycan xalqı əlbəttə ki, çox şeyə qadirdir. Təkcə son 25 ildə Azərbaycanda bir dəfə qalibiyyətlə nəticələnmiş böyük bir ümumxalq hərəkatının olduğunu xatırlayaq. 88-ci ildən 92-ci ilə qədər dövrü əhatə edən xalq hərəkatı hansı ki, qalibiyyətlə başa çatdı. Həm imperiyaya qarşı qalibiyyət oldu, həm də yerli kommunistlərə qarşı qalibiyyət oldu. Və ondan sonra da qısa bir müddətdə həmin qüvvələr təşkilatlanaraq 2003-cü ildə bir dəfə deməli, yenidən təşəbbüs elədilər demokratik dəyişikliklər üçün. 2005-ci ildə növbəti bir təşəbbüs oldu, amma o zaman dünya Azərbaycan xalqını duymağa, eşitməyə, görməyə hazır deyildi. Gözünü, qulağını tıxamışdı. Azərbaycan xalqını hər tərəfdən təklədilər və qeyri-bərabər mübarizədə məğlub elədilər. İndi Azərbaycan xalqı yenidən təşkilatlanır, amma indi bizim start vəziyyətimiz Ukraynadan çox fərqlidir. Baxın, Ukraynada həmin bu gecə-gündüz mitinqləri başlayanda onlara heç kim mane olmurdu. Ukraynada sərbəst televiziyalar mühitdə debat apara bilirdilər. Ukraynada müxalifət partiyaları hamısı parlamentdə təmsil olunurlar, ciddi fraksiyalarla. Parlamentin 40%-ə qədəri müxalifətdən ibarət idi. Bütün regionlarda müxalifət partiyalarının normal iş imkanları vardı. Və Ukrayna cəmiyyəti, açıq demək lazımdır ki, Yanukoviç son məqamda o hakimiyyət naminə silahdan istifadə qərarını verməyən məqama qədər yarım demokratik bir ölkə idi. Azərbaycan kimi tam qeyri-demokratik ölkə deyildi və ona görə də o şəraitdə müxalifətin təşkilatlanması, o şəraitdə müxalifətin güclənməsi, əlavə resursları cəlb eləməsi daha asan olur. Mən sizə tam məsuliyyətlə deyirəm ki, Azərbaycanda da yarım demokratik şərait olacağı təqdirdə müxalifət çox güclənər. Hətta bu şərait altında Azərbaycanda kifayət qədər güclü bir müxalifət var. Baxın, 2013-cü ildə biz bu şərtlər altında 10-15 min nəfərin etirazlarını təşkil edirdik. Bu heç də balaca bir rəqəm deyil. Çünki nəzərə alın ki, Azərbaycan da Ukraynadan 5-6 dəfə kiçik bir ölkədir. Müəyyən pik məqamlarında Ukraynada meydanda bir neçə 100 min adam oldu. Müəyyən pik məqamlarda. Amma məsələn, axırıncı dəfə, hətta qələbə mitinqlərini keçirəndə, Yuliya Timoşenko çıxış eləyəndə 50 min nəfər var idi meydanda. 50 min nəfəri bizim standarta böləndə bizim üçün 10 min nəfər, Ukrayna üçün 50 min nəfər deməkdir. Yəni biz elə zəif deyilik. Sadəcə bu gün Azərbaycan müxalifətinin səfərbər eləyə biləcəyi güc, belə deyək, güclü, köklü, inqilabi dəyişikliklər üçün yetərli deyil. Amma müxalifət olaraq kifayət qədər ciddi bir müqavimət ortaya qoymaq üçün əsasdır. Bundan sonraki proseslərlə bağlı mən qəti inanıram ki, Tapdıq bəy, bizim ehtiyacımız olmayacaq və mən bunu doğru saymıram ki, zora-zorla cavab verək. Biz Azərbaycanda növbəti dəfə, biz 92-ci ildə bir dəfə məxməri inqilabı bütün MDB məkanına biz nümayiş etdirmişik. Heç kimin, belə deyək ki, ölümünə səbəb olmadan hakimiyyət dəyişikliyi baş verib. Niyə görə o mümkün olub? Çox böyük bir qüvvə xalq cəbhəsi səfərbər eləmişdi. İndi də mən hesab edirəm ki, bu prosesləri, deməli, günün birində əgər Azərbaycan hökuməti, İlham Əliyev bütün bu baş verənlərdən nəhayət ibrət dərsi götürüb müəyyən islahatlara başlamasa, özümün də inamım
yoxdur ki, bu onu eləyər. Amma hər halda nəzər cəhətdən bu yol onun üçün hər halda açıqdır. O bunu eləməsə, o zaman günün birində bax bu qədər narazılıqlar ki, yığılıb qalırlar, insanlar görürsünüz ki, nə qədər narazıdırlar. Bu qədər bərk-xərc həyat tərzi yaşayırlar. Təkcə İlham Əliyev özü və ailəsi yox. Bütün ətrafındakı oliqarxlara baxın. Sosial şəbəkələrdə hər gün bir oliqarxın ailəsinin, övladlarının o bədxərcliyindən, harın həyat tərzindən şəkillər, fotolar yayılır. Görürsünüz bunu. Azərbaycan xalqı da görür. Artıq bunu yüz minlərlə, milyonlarla insan görür. Və əks tərəfdə də hər gün az qala bir nəfər özünü yandırır, özünə qəsd eləyir və məktub da qoyur ki, filan borcu ödəyə bilmədiyinə görə, işsiz qaldığına görə, uşaqlarını yaşada bilmədiyinə görə məcbur olur özünə qıyır. Yaxud gözümüzün qabağında yüzlərlə, minlərlə Azərbaycanlı müalicə olunmağa dövlətdən yardım ala bilmədiyinə görə məhv olurlar. Deməli, bax bu təbəqələşmə ki var ha, Azərbaycanda bu sosial ədalətsizlik, bu narazılıq Azərbaycanı ciddi bir sosial partlayışa aparır. Və günün birində Azərbaycan xalqı kütləvi şəkildə bu etirazını açıq ifadə edəcək. Və mən inanıram ki, o zaman Azərbaycan məmurları bütün bu baş verənlərdən nəticə çıxardacaqlar. O cümlədən Berkut rəhbərlərinin başına gələnlərdən və qalanlarının da gəlib meydanda diz çöküb üzr istəməsini də xatırlayaraq Azərbaycan xalqına əl qaldırmayacaqlar. Azərbaycan xalqına güllə atmayacaqlar. Və mən inanıram ki, bizim imkanımız olacaq ki, biz ölkədə demokratik dəyişikliklərin gecikməsini onunla kompensasiya eləyək ki, gec olsa da, amma Azərbaycandakı dəyişiklik gözəl oldu. Biz bununla özümüzə təsəlli verə biləcəyik ki, Azərbaycandakı dəyişiklik dinc oldu. Doğrudan da xalqın öz yaradıcılığı ilə oldu. Azərbaycan yolu ilə oldu. Heç kimi biz yamsılamadıq, heç kimin açdığı cığırla getmədik. Özümüz bir Azərbaycan senarisi qoyduq ortalığa və kütləvi şəkildə meydana öz haqlarını tələb eləməyə çıxmış insanlar buna qadirdirlər. Bunu Azərbaycanda da eləmək olar. Ukrayna, yəni keçmişə qayıdış etdi. Konstitusiyada dəyişiklik elədi, parlamentin səlahiyyətlərini qaldırdı. Azərbaycanda da konstitusiyada prezidentin səlahiyyətləri daha çox irəli keçibdir. Bu fonda Azərbaycan hökuməti hansı islahatlar aparmalıdır ki, yəni xalqa biraz yaxın olsun, daha yaxın olsun? Azərbaycan hökumətinin aparmalı olduğu islahatlara gəlincə, bilirsiniz Tapdıq bəy, hələ o konstitusiyaya gəlib çatana qədər Azərbaycan hökuməti ən elementar addımları atıb xalqa yaxın olmalıdır. Biraz əvvəl dedim, xalqın problemlərini hiss eləməlidir. Bu ayıbdır. Pensionerin 1 manat 30 qəpik pensiyasını artırırsan, amma özünə 5-ci təyyarə alırsan. Bu həyat tərzi ilə dövlət başçısı olmaq olmaz. Bu xalqa bununla doğma olmaq olmaz. Birinci, bax bundan xilas olmaq lazımdır. Azərbaycan xalqının sərvətləri Azərbaycan xalqına istifadə olunmalıdır. Hansısa gözdən pərdə asmaqdan ötürü yox. Biz hər gün internet deməli müraciətlərlə doludur. Etiraf edirəm, mən özüm çətinlik çəkirəm. Hər dəfə yazmaq olmur. Nə qədər adam şikayət edir, müraciət edir, o xəstədir, müalicə olunmur, xaricə getməlidir, pul verən yoxdur. Bu xəstədir, baxan yoxdur. O işsizdir, özünü öldürmək həddinə gəlib çatıb. Amma bunlar nə edirlər? Avropa ölkələrinin heç biri Avropa olimpiyadasında yiyə durmaq istəmir, çünki əlavə xərcdir. 1 milyarda qədər vəsait ayrılırlar. Gələn il Azərbaycanda keçiriləcək deməli Avropa olimpiyadası üçün stadionlar tikməyə. Çoxmu bizə lazım idi bu? Məyər siz dövlətin imici haqqında düşünürsünüz? İmici haqqında düşünürsünüzsə, o zaman bilin ki, təkcə ATƏT-in bir hesabatı sizin o milyardlarla imic üçün xərclədiyiniz pulun hamısını sıfırladı. ATƏT bütün dünyaya bəyan elədi ki, bunlar 57-58% məntəqələrdə seçkilərin nəticələrini kobud şəkildə saxtalaşdıraraq hakimiyyəti zəbt ediblər. İndi sən nə qədər istəyirsən olimpiyadada keçir, Eurovizyon yarışması da keçir. Burada hansısa başqa musiqi yarışmaları da keçircinə və o milyonları da xərclə güya bu təbliğatdan ötürü. Nə dəyişəcək? Bütün dünya Azərbaycandakı hökumətin korrupsioner mahiyyətini bilir, anti-xalq mahiyyətini bilir, Azərbaycandakı təbəqələşməni bilir, Azərbaycan xalqının hüquqsuz vəziyyətini bilir və ilbəildə səni korrupsiya üzrə çempion seçirlər. Bu vəziyyətdə bu milyardları bu şeylərə xərcləməyin mənası nədir? Bunu dayandırmaq lazımdır. Təcili Azərbaycanın sərvətləri Azərbaycan xalqına işləməlidir. Birinci görülməli olan iş bax bundan ibarətdir. Qarabağ qaziləri
Artıq gözümüzün qabağında neçənci qazidir. Hal-hazırda biri də etiraz aksiyası keçirdir. Biri ağzını tikir, biri özünü öldürmək istəyir, biri özünü yandırmaq istəyir. Nə qədər adamdılar bunlar? Cəmi 11 min adamdır. Azərbaycan üçün bilirsiniz nədir bu 11 min adamı ovcunda saxlaya bilər Azərbaycan dövləti? Niyə görə bu 11 min adama bu qiymət verilməsin, bu dəyər verilməsin? Azərbaycan xalqının birinci, bax bu yanan problemlərini həll eləmək lazımdır. Səhiyyə ilə bağlı problemlərini, maaşlar, pensiyalar, Qarabağ qazilərinə müavinət, tələbələrə təqaüdlər. Bu məsələlər öz həllini tapmalıdır. Azərbaycanın ölkənin daxilində dialoq mühiti yaratmaq lazımdır. Başa düşülmək lazımdır ki, anlamaq lazımdır ki, Azərbaycandakı bugünkü müxalifət sabahki iqtidardır. Bu günləri sən hansı münasibəti göstərirsənsə, deməli o münasibəti də gələcəkdə özünə haqq eləyirsən. Bunu anlamaq lazımdır. İndi hansı zamandır? 21-ci əsrdə Avropa Şurasının üzvü olan bir ölkədə bir neçə aydan sonra Azərbaycan hazırlaşır ki, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik eləsin may ayında. 135 nəfər sənin siyasi məhbusun var. Dindar bilmirsən, bütün din alimlərini şərləyib hamısını həbsə atmısan. Müxalifətçiləri şərləyib həbsə atmısan. Nidaçıları və digər istedadlı gəncləri şərləyib həbsə atmısan. Azərbaycan siyasətinin çox parlaq simalarını İlqar Məmmədov kimi, Tofiq Yaqublu kimi, Yadigar Sadıqlı kimi, Qurban Məmmədov kimi, Pərviz Həşimli kimi və çoxlu sayda parlaq simalarını, demək olar ki, öz sahəsində uğur qazanmış insanları şərləyib həbsə atmısan. Bunları dayandırmaq lazımdır. Xalqla bu qədər düşmənçilik eləmək olmaz. İlk növbədə xalqa dostluq əlini uzatmaq lazımdır. Əlbəttə ki, siz soruşdunuz, mən dedim, mənim heç bir ümidim yoxdur ki, Azərbaycan hökuməti belə bir addımları ata bilər. Ona görə də Sovetskidə cəmaət etiraz eləyəndə onları dinlədilər. Tam əmin deyiləm ki, axıra qədər dinləyəcəklər və verdikləri söz yerinə yetirəcəklər. Amma hər halda dinlədilər, dedilər ki, mart ayının 3-də sizə cavab verəcəyik. O zaman mən öz Facebook səhifəmdə yazdım ki, Azərbaycan hökuməti, Azərbaycan xalqına çox açıq şəkildə mesaj verdi ki, narazısınızsa, hüquqlarınızın real həyata keçirilməsini istəyirsinizsə, gedin təşkilatlanın, kütləvi şəkildə gəlin qarşıma. Çünki Sovetski məhəlləsinə qədər Bakıda 60 min ailənin evini söküblər. Amma heç yerdə 100 nəfərlik insanlar yığışıb bir müqavimət təşkil eləməyiblər. Hətta məsələn, xatirimdadır ki, Qış bulvarının ərazisi söküləndə partiyamızın sədr müavinləri getmişdilər orada insanlara öz dəstəklərini təklif eləməyə. Xahiş eləmişdilər ki, bura gəlməyin, siyasiləşməyin, biz bir təhər bir 5-10 manat artıq çalışıb pul alacağıq. Nə oldu? 60 min ailəyə hökumət məcbur elədi ki, onların təyin elədiyi qiymətlə barışsınlar. Amma Sovetski məhəlləsində 1000 nəfər adam toplaşdı, çox da deyildilər. 1000 nəfər adam toplaşdı, hökumət məcbur oldu danışığa getməyə. Deməli, hökumət özü də açıq etiraf edir ki, o vaxta qədər bizə, bu xalqa zülm eləyəcək ki, biz öz haqqımızı ayrı-ayrılıqda tələb edirik. Ayrı-ayrılıqda tələb olunan haqqı verməyəcək bu hökumət. Hamı bir yerdə toplaşsa, istənilən məsələ ilə bağlı, mən sizi əmin edirəm ki, 5000 adam toplaşsın, müxalifətçi seç. Səhiyyə ilə bağlı, həmin bax bu xaricdə müalicə olunmağa ehtiyacı olan minlərin taleyi ilə bağlı bir aksiya keçirsin. Görüm hökumət bunu nəzərə almaya bilirmi? Mütləq nəzərə alacaq. Təhsillə bağlı, artıq Bakı Dövlət Universitetindəki biabırçılıqdan hamının xəbəri var. Bakı Dövlət Universitetinin rektoru özünü də, hökuməti də rüsva elədi. Şəhid qızını, hansı ki, korrupsiya ilə bağlı açıq-aşkar fakt ortaya qoydu, hədələməklə. Etirazları təşkil edən gəncləri özünün ətrafındakı adamlara döydürməklə. Amma artıq geri çəkilməyə də başlayıblar və başqa çarələri yoxdur, geri çəkiləcəklər. Çünki başa düşdülər ki, Azərbaycan tələbələri hüquqlarını bilir, etiraz aksiyası keçirmək iqtidarındadılar. Yəni bizim hamımızın çıxarmalı olduğumuz nəticə bundan ibarətdir ki, təşkilatlanmalıyıq, güclənməliyik, etirazımızı bir yerdə eləməliyik. Azərbaycan müxalifəti çağırış eləyəndə o çağırışa gəlib qoşulmaq lazımdır. Bizim çox uzaq bir vaxt deyil, dekabr ayının 15-də axırıncı mitinqimiz keçirilib. Sizcə yadınızda qalıbmı niyə keçirmişdik biz o mitinqi? Qiymətlərin artmasına görə keçirmişdik o mitinqi. Qiymətlərin artması ilə bağlı keçirdik mitinqi. Yağışlı hava idi. Milli Şuranın, Xalq Cəbhəsinin tərəfdarları gəldilər ora, minlərlə insana etiraz elədilər. Amma çox təəssüf ki, bu qiymətlərin artmasından zərər çəkən, gündəlik həyatında bunun əziyyətini çəkən 100 minlərlə insan biganə qaldılar. Yenə də biz vaxtaşırı xalqımıza müraciət eləyəcəyik. Biz demirik ki, biz oturub onları gözləyəcəyik. Biz düşəcəyik qabağa, yenə etirazlar təşkil eləyəcəyik. Bu söhbəti ona görə eləyirəm ki, növbəti etirazlarımız olanda bilməlisiniz ki,
hansısa bir siyasi qüvvə, hansısa bir lider, bir ağatlı oğlan bütün bir xalqı xilas edə bilməz. İndi zaman o zamandır ki, millətlər öz-özünü xilas eləməlidir. Kim hamılıqla xilas olmaq qərarını verirsə, onu heç kim tutub saxlaya bilməz. Heç kim onun hüququnu əlindən ala bilməz. Azərbaycan xalqına ona haqq eləyir və mən inanıram ki, yaxın gələcəkdə biz bunu görəcəyik. Beynəlxalq münasibətlərin dəyişməsində, xüsusilə də Qərbin və Amerikanın münasibətlərinin dəyişməsində, Ukrayna və Gürcüstana münasibətdə Azərbaycana münasibət necədir? Necə qiymətləndirirsiniz? Hiss olunur ki, əslində indi Azərbaycan hökumətinin Qərblə münasibətləri, Amerika Birləşmiş Ştatları ilə münasibətləri də gərgindir kifayət qədər. Yəni o zamanlar arxada qalıb. Ki biz 2003-cü ildə, 2005-ci ildə görmüşdük ki, xalq meydanlarda olanda Qərbin bir mənalı olaraq dəstəyi, simpatiyası Azərbaycan hökuməti ilə bərabər idi. Artıq o keçmişdə qalıb, çünki onların hamısı aldadılıb. Onların hamısına vədlər verilmişdi. Tədrici islahatlarla bağlı öhdəliklər götürülmüşdü. Müxtəlif başqa geopolitik, yəqin ki, öhdəliklər də götürülmüşdü. Və hamıya müxtəlif cür vədlər verilmişdi, heç biri də yerinə yetirilmədi. Ona görə də Azərbaycanın ətrafında olan o böyük geopolitik oyuncuların hamısı özünü aldanmış sayır. Azərbaycan hökuməti tərəfindən. Siz o məşhur aforizmi bilirsiniz ki, hamını hər vaxt aldatmaq olmaz. Xeyli adamı aldatmaq olar, amma hamını hər vaxt aldatmaq olmaz. Azərbaycan hökuməti demək olar ki, bütün beynəlxalq oyuncuları neçə illərdir ki, aldatmaqla məşğuldur. Ona görə də Azərbaycan hökumətinin hal-hazırda beynəlxalq münasibətlərdə ciddi problemi var. Həm də açığı Azərbaycan hökuməti internetin, azad mətbuatın hesabına ki, günü-gündən ifşa olunur. Fikir verin, Avstriyada hal-hazırda məhkəmə gedir. Azərbaycan hökumətinin rüşvəti ilə, korrupsiyası ilə bağlı. Milli manatımızın çap olunması zamanı bilirsiniz ki, demək Avstriyadakı şirkətdən tələb olunub ki, 20% Azərbaycan tərəfinə şapka verilsin. Yeri gəlmişən çox maraqlı detal var orada ki, hətta Suriya rəhbərliyi də Azərbaycanlılardan, Azərbaycan hökumət rəhbərlərindən insaflı olub. Onlar 14% şapka istəyiblər, Azərbaycan tərəfi 20%. Amerika Birləşmiş Ştatlarında New York məhkəməsində hələ də Kajen'in işi bitməyib. İndi hal-hazırda deməli Fransa məhkəməsində Kamaləddin Heydərovla bağlı bir məsələ. Demək, Nəqliyyat Nazirinin müavini Hafiz Məmmədovla bağlı ciddi araşdırmalar. Fikir verin. Avrovizyon yarışmasında səslərin alınması ilə bağlı beynəlxalq skandal. Beynəlxalq idman yarışlarında Azərbaycanla bağlı beynəlxalq skandal. Bunların hamısı elə bir fon yaradıb ki, və Azərbaycan hökumətinin birmənalı korrupsioner imicinin formalaşması elə bir fon yaradıb ki, indi Qərbdə artıq özünə hörmət edən adamlar Azərbaycan hökuməti ilə dostluqdan qorxurlar. Fikir verin. Avropa Birliyi parlamenti Azərbaycandakı saxta seçkiləri tərifləmiş 7 deputatını cəzalandırdı. Niyə görə bu saxtakarlığa gedib şərik olmusunuz, o saxtakarlığı tərifləmişsiniz? İndi bugün Azərbaycan hökuməti ilə işbirliyi içində olmaq kifayət qədər risklidir. Və Azərbaycan hökuməti əslində demək olar ki, bütün ətrafla münasibətlərini korlayıb, Azərbaycan xalqı ciddi şəkildə öz hüquqları uğrunda mübarizəyə qalxacağı təqdirdə əminliklə deyirəm ki, artıq 2003-2005-ci ildə yaşanmış o, belə deyək ki, məyusluq təkrarlanmayacaq. Azərbaycan xalqı öz haqları uğrunda kütləvi şəkildə ayağa qalxacağı təqdirdə dünyanın diqqətini və dəstəyini görəcək. Öz taleyimiz öz əlimizdədir. Nə zaman Azərbaycan xalqı hamımız bir yerdə səfərbər olunub, bir dəfə yumruğumuzu stolun üstünə vurub deyəcəyik ki, artıq biz belə yaşamaq istəmirik, biz demokratiya istəyirik, biz özümüzə hökumət, parlament, prezident seçmək istəyirik, istəmirik ki, bizim əvəzimizə saxtakar seçki komissiyaları seçkiləri keçirsinlər, o zaman da biz buna nail olacağıq. Digər bir problem də var. Ukrayna problemi belə bir yeni təhlükələr yaratdı, Krım təhlükəsi. Deməli, Qərblə münasibətlərdə yaxşı münasibətlər Rusiyanın təzyiqlərinə səbəb olur. Rusiya ilə yaxşı münasibətlər isə xalqın təzyiqinə səbəb olur. Bax, bu fonda Azərbaycanın vəziyyəti necədir? İndi Ukraynada ola bilsin ki, Krım problemi, Qarabağ problemindən yanaşı Krım problemi də yarandı. Bax, bu fonda mübarizənin gələcək perspektivlərini necə görürsünüz? Əvvəla ümid eləyirəm ki,
Ukraynadakı o separatçı düşüncədə olan insanlar cəsarət eləməyəcəklər ki, Krımla bağlı belə bir separatçı addımlar atsınlar. Tezliklə Avropa Birliyi də, Amerika Birləşmiş Ştatları da bu prosesə qoşulacaq. Rusiyaya da hiss olunacaq onun məsuliyyəti və ümid edirəm ki, Ukrayna öz ərazi bütövlüyünü qoruyub saxlayacaq. Bizə gəlincə, biz artıq onsuz da müstəqillik naminə o, belə deyək, ödəməli olduğumuzu ödəmişik biz. Biz əslində elə Qarabağı de facto işğal olunması onunla bağlıdır ki, biz müstəqil olmaq istəmişik. Ona görə bizi cəzalandırıb artıq Qarabağı de facto bizdən alıblar. Qarabağ işğalçı rejimlərin nəzarətindədir. Biz yəni ödəməli olduğumuzu ödəmişik. Əldə eləməli olduğumuzu əldə eləməmişik. Ona görə də biz artıq daha da itirəcəyimizdən qorxmadan əldə elədiyimizin, əldə eləməli olduğumuzun dalıyca getməliyik. Baxın, Gürcüstanda məsələn, Abxaziya və Osetiya işğal olunub. Amma hamı başa düşür ki, o işğal müvəqqətidir. Bütün dünya Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Və günün birində Rusiya özü də dünya ilə inteqrasiya olunmaq yolunu seçəcək. Rusiyanın özünün rəhbərləri də başa düşəcəklər ki, dünya ilə konfrontasiya Rusiyanın özünə yaxşı bir şey vəd eləmir və o zaman Gürcüstan həmin torpaqları geri qaytaracaq. Amma o vaxta qədər Gürcüstan müasirləşir. Avropa Birliyinə, NATO-ya inteqrasiya edir. Cəmiyyətini Avropa standartlarına öyrəşdirir artıq. Ona görə də biz həmin o işğal olunmuş torpaqlarımızın yalançı əsrinə çevirməli deyilik. Onsuz o torpaqlar işğal olunub. Heç olmasa yerdə qalanı xilas eləyək biz. Çox sağ olun, studiyamıza gəldiyinizə görə təşəkkür edirəm. Bugünkü qonağım Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli idi. Sağ olun, sağlıqla qalın. Gələn verilişlərə dək.